Gördüm onun atasına Ukraynadan zəng gəldi. Cavab verə bilmədi. Bir ona mənə qışqırdı ki, Fatimə deyirlər ölüb müharibədə, bomba düşüb. Raket düşüb və həmin raketdən qopan o qəlpə mənim qızımın baş nahiyəsindən dəyib, elə orada da hadisə yerində də dünyasını dəyişib vəfat edib. Fatimə bizim nəslin fəxri olub. Təəssüflər olur ki, Allah onu bizə çox gördü. Ukraynada doğulub, Ukraynanın Xarkov vilayətində orta təhsilini bitirdikdən sonra Tibb Universitetinə daxil olub. Həm orta məktəbdə, həm universitetdə nümunəvi bir şagird tələbə olub. 2 il Xarkov vilayətində yaşayırdı. Müharibə olduqdan sonra məcburi şəkildə biz Almaniya yerləşmək məcburiyyətində qaldıq. Qalan 4 ilində onlayn şəkildə təhsilini davam etdirdi. 6 il universiteti bitirdi. Ayın da 30-unda diplomunu alıb geri dönəcəkdi. Ayın da 29-unda bu hadisə baş verdi. O fotosesiya gedəndə orada elə həmin o fotosesiya olacaq yerin qarşısında durmuşlar. Orada həmin o raket düşüb. Bunlar da çox 5 metrə yaxınlıqda olublar. Onun rəfiqəsi də orada çox ağır yaralıdır. Ayağının da birini kəsiblər, gözünün də biri yoxdur. Amma mənim qızıma bir dənə qəlpə başından dəyib, elə yerində də vəfat edib. Sərbəst 5 dildə danışırdı. İngilis, Alman, Türk, Azərbaycan, Ukrayna dilində bu adam sərbəst danışırdı. O bizim mələyimiz olub. Tərbiyəsi ilə, mədəniyyəti ilə, savatı ilə. Fatimə çox gözəl, mədəni, əxlaqlı uşaq olub. Atasının, anasının hər zaman nəslin başını ucatdan uşaq olub. Qeyd edək ki, Rusiyanın Ukraynaya hava hücumu nəticəsində dünyasını dəyişən 23 yaşlı Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və o, iyun ayının 30-unda keçirilən məzun günündə iştirak etmək üçün Xarkova gedibmiş.